Salam yoldaşlar. Topudan T3 elektrik sahəsi bölməsinin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarına baxırıq. Başlayaq. 1. Əks şərəli və modulca eyni malik olan iki kürə F qüvvəsində bir-birini cəzb edir. Kürələr arasındakı məsafəni dəyişdirmədən birindəki yükün yarısını digər kürəyə versək, onlar arasındakı qarşılıqlı təsir qüvvəsi nəyə bərabər olar? Əvvəlcə, misal birinci yük olsun müsbət Q2, ikinci yük olsun onunla əks işarə mənfi Q2. Bu zaman bunun qarşılıqlı təsir qüvvəsini tapsaq, F1 bərabərdir K, birincinin yükü vurulsun ikincinin yükünü və düsturda nədir? Moduldur. Əvvəlcə düsturu qeyd edeyim. K Q1 Q2 modulda böl R'in kvadratı. Onda olacaq K 2 Q digərinin yükü Q böl R'in kvadratı. Yəni K 2 kvadratı böl R kvadratı. Daha sonra deyir ki, bu üçlərdən birinin yarısını digərinə verək. Yəni, misal üçün, müsbət yükün yarısını verək. O, qalacaq 10/5 ki, yarısını verəndə 2/1, 10/5 qaldı. Digərinə verək. Digəri mənfi 1-dir. Mənfi 1-in üzərinə 10/5 gələndə olur mənfi 10/5. Bunda mənfi 10/5 ki. Bu zaman F2-ni tapsa, K, birinin yükü 10/5 ki, ikincinin yükü 10/5 ki, mənfi modulla müsbət çıxdı. Bölünür məsafə R kvadrat. Deyir ki, məsafəni dəyişmə. Onda 10/5 qalır %25 Q kvadratı böl R kvadratı. %25 nədir? 4/1'dir. Yəni 4/1 K Q kvadratı böl R kvadratı. Əvvəlcə 1 idi, indi 4/1'dir. Qiymət necə dəyişdi? 4 dəfə azaldı. Yəni oldu F bölünsün 4. İkinci sual. Eyni yükə malik olan iki kürə F qüvvəsində bir-birini itələyir. Kürələr arasındakı məsafəni dəyişdirmədən birindəki yükün yarısını o bir kürəyə versək, onlar arasındakı qarşılıqlı təsir qüvvəsi nəyə bərabər olar? Deməli, eyni şəkildə yazırıq yenə. Artıq burada ikisi də müsbət getirsəm, biri müsbət Q, digəri isə yenə müsbət Q olsa, bu zaman arasındakı qarşılıqlı təsir qüvvəsi tapıram. K, Q vurulsun, Q bölünsün R kvadrat. Yəni, K, Q kvadratı böl R kvadrat. Yəni, yarısını versək, birincidə qalacaq 10/5'i və bu öz yarısını digərinə verirsə, digərində bir dənə Q idi, yarısını da aldı, oldu 1/5 Q. Bu öz yarısını verdi, 10/5 Q qaldı, digər isə əlavə 10/5'i alır özünə, oldu müsbət 1/5 Q. Bu zaman qarşılıqlı təsir qüvvəsini tapsa F2 bərabərdir K 10/5 Q vurulsun 1/5 Q bölünsün R'in kvadratı. Yəni K vurulsun 0,75 Q kvadratı böl R kvadratı. 0,75 nədir? Yəni 4/3. 4/3 K Q kvadratı böl R kvadratı. Yəni qiymət necə dəyişdi? Qiymət 4/3 dəfə azaldı. Yəni olacaq 4/3 F. Üçüncü sual. A nöqtəsində Q1 yükünün yaratdığı sahə intensivliyi modulu Y olarsa, bu işlərin həmin nöqtədə yaratdıqları yükün sahəsi intensivliyi modulunu hesablayın deyir. Deməli yoldaşlar, birincinin yükü 2Q'dur və A nöqtəsinə qədər olan məsafəsi R'dir. İkincinin yükü -8Q'dur. A nöqtəsinə kimi məsafəsi R'dir. Birinci intensivini tapaq. Y'nin üstürü nədir? İntensivinin üstürü. K Q bölünsün R'in kvadratı modulda. Y1'i tapsaq, Y1 bərabərdir K 3'ü 2Q'dur. A nöqtəsinə qədər məsafəsi R'dir, R'in kvadratı. Bu bizə deyir ki, Y'dir. Olsun Y. Y2'ni tapsaq, Y2 bərabərdir K 2 nədir? 8Q moduldan çıxır müsbət 8Q böl R'in kvadratı. 2Q'da 7-sə 8Q'da, yəni qiyməti 4 dəfə çox olanda olur 4Y. İndi yekun intensivliyi tapaq. Yekun intensivliyi tapırıq istiqamətlərə görə. Birinci yükün intensivliyi istiqaməti müsbət yükdür. Ondan çıxır xətlər və sağa doğru gedir. Deməli, Y1 sağadır. İkinciyə baxsaq, mənfi yükdür. A nöqtəsində mənfiyə nə olacaq uşaqlar? Daxil olacaq. Y2 də deməli sağadır. Müsbətdən çıxıb mənfiyə daxil olur intensivlik xətləri. Birinci yükün yaratdığı intensivlik sağa doğru gedəcək. Çünki müsbət yükdür. İkincidə isə yenə mənfi yük olduğu üçün mənfiyə daxil olur, yenə sağa doğru gedir. Onda iki intensivliyi tapanda toplayırıq. Eyni istiqamətdə intensivlər toplanılır.
Y1 plus Y2, yani Y plus 4Y olacaq 5. Üçün cavabı 5Y. Keçək növbəti sualımıza. 4. A nöqtəsində köbür üçün yaratdığı sahə intensiv modulu Y-dirsə, bu işlərin həmin nöqtəyə yaratdıqları intensiv modulları hesab edilir. Eyni qayda ilə gedirik. Gördüyünüz sual. Yenə Y1 K 2Q bölünsün R kvadrat. Buna Y desək, Y2 eyni qiymətlərdir. K 8Q bölünsün R kvadrat. Bu da olacaq 4Y. Artıq burada istiqamətlər dəyişir. Birincidə istiqamət müsbət yükdən çıxır, sağa doğrudur. A nöqtəsindən sağa. İkincidə isə fərqli rəng dəyişir eləyək. İkincidə isə yəni müsbət yük olduğu üçün müsbətdən çıxır və A nöqtəsindən gedəcək sola. Hər ikisi müsbət olduğu üçün hər ikisindən intensiv xəttləri çıxır. Bu zaman əks istiqamət olduğu üçün yeşil intensivi tapanda çıxırıq. Yəni modulda Y2 çıxılsın Y1. Modul üçün fərqi yoxdur. 1-dən 2 çıxar, ya da 2-dən 1 çıxar. Hər iki halda cavabımız olacaq 3Y. 4 yerdən çıxırıq yerini. Cavabımız olur 3Y. Keçdik növbəti sualımıza. 5-ə. Mənfi nöqtə və Q0 yükün yaratdığı elektrik sahəsində mənfi Q2 AB istiqamətində necə hərəkət edir? Burada mənfi yük mənfi yükü nə edir? Əks işarəli yüklər bir-birini itəlir, eyni işarəli yüklər bir-birini cəzb edir. Onda mənfi nə edəcək? İtələcək uşaq. Mənfi itələcək və bunun istiqaməti aşağı doğru olacaq. Deməli, qüvvənin istiqaməti aşağıdır. Mənfi itələdi. Sürət də aşağı olduğu üçün eyni istiqamətdə olub. Həm sürət, həm də qüvvə olduğu üçün bu yeniləşən hərəkətdir. F ilə V ikisi də F-də aşağı, V0-da aşağı olduğu üçün eyni istiqamətdə yeniləşən. Sürətlə qüvvə vektoru eyni istiqamət olduqda yeniləşən hərəkət olur. Yaxşı, qüvvə artır yoxsa azalır? Burada görürəm ki, yuxarıdakı yük sabit qalıb, digər yük isə A-dan B-yə doğru hərəkət edilir. Yəni, aşağı doğru düşdüyü üçün, hərəkət aşağı olduğu üçün məsafə artır. Yüklər arasındakı məsafə artır. Bu, sabit qalıb, digər yük isə ondan uzaqlaşır, aşağı doğru gedir. Məsafə artdığı üçün, Coulomb qüvvəsinin üstürü F bərabər K, Q1, Q2 böl R kvadratı. Burada məsafədən tərs asılıdır. Kvadratik tərs asılıdır. Ona görə də məsafə artdığı üçün qüvvə azalır. Qüvvə azaldığı üçün təcil də azalır. Onda bu hərəkət azalan təcillə yeniləşən hərəkətdir. 6. Q1 və Q3 nöqtəvi yüklər arasındakı qarşılıqlı təsir qüvvəsinin F1 bərabər 10 mN olduğunu bilərək Q1 və Q2 yüklər arasındakı qarşılıqlı təsir qüvvəsini müəyyən edin deyir. F1 üçün yazsa F1 bərabərdir K birinci yük vurulsun üçüncü yük bölünsün bu işlər arasındakı məsafənin kvadratı. Coulomb qanununa görə. Üçgenlikdə olan iki nöqtə üçün vakuumda qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasilləri düz aralarındakı məsafənin kvadratından tərs mütasibdir. Birinci yükün qiymətini bizə verib burada Q0. Yazaq Q0. Üçüncü yükün qiymətini bizə verib 4Q0. 4Q0. Birinci yüklə üçüncü yük arasındakı məsafəyə baxsa, hər bir dama bölgə arasında məsafə n deyir. 1 dama, 2 dama, 3 dama, 4 dama, 4 dənə dama olacaq 4-ün kvadratı kimi yaza bilərik. Bu bizə verəcək K 4Q0 kvadratı bölünsün 16. Qısa gedər qalar K Q0 kvadratı bölünsün 4. F1-in qiymətinin 10 mN olduğunu verir. Bunu biz 10'a bərabərləsək, K Q0 kvadratı bərabər olur 10 vur 4, yəni 40. Bu bərabərlik olduğu kimi saxlayın. Bizə növbətində lazım olacaq. İndi F1-2 tapsaq, F1-2 bərabərdir K. Artıq olacaq Q1 vurulsun Q2 böl, yəni R1-2-nin kvadratı. K, birinci yük deməli nə idi? Q0. İkinci yükün qiymətini bizə verib 2Q0. Böləcəyəm 1 ilə 2-nin arasındakı məsafə. Birinci yüklə ikinci yük arasındakı məsafə 1 bölgü 2 damadır. Olacaq 2-nin kvadratı. Bu da bizə verəcək K 2Q0-ın kvadratı bölünsün 4. Yəni K Q0 kvadratı bölünsün 2. Mən bayaq tapdım ki, K Q0 kvadratı 40-dır. Onu da yerinə qoysam 40-ı böləcəyəm 2-yə.
Cavabımız olacaq 20 və millinewton olduğu üçün millinewton. Deməli, cavabımız olacaq 20 millinewton. 7. Kübür və kökü nöqtəli üçlər arasındakı qarşılıqlı təsir qüvvəsinin F1-2 bərabər 15 millinewton olduğunu bilərək, kübür və kök üçlər arasındakı qarşılıqlı təsir qüvvəsi hesabla. Oxşar sualdır. Bunu da həll edərək daha yaxşı başa düşək. Yenə F1-2 üçün yazsaq, F1-2 bərabərdir. K birinci yük vurulsun ikinci yük böl 1 və 2 yük arasındakı məsafənin kvadratı. K birinci yükü verib Q0, ikinci yükü verib Q0 böl arasındakı məsafə. Birinci yüklə ikinci yük arasındakı məsafə 2 dam olduğu üçün yazıram. 2'nin kvadratı. Bu bizə verir K Q0 kvadratı bölünsün 4. Bizə bunu verib bərabərləyib 15. Onda 15'e bərabərləsək K Q0 kvadratı bərabər olur 15 vurulsun 4, yəni 60. Bu bərabərlik 60'a bərabər. İndi 1-3'ü tapsaq F1-3 bərabər K birinci yük vurulsun 3-cü yük bölünsün 1 ilə 3 yük arasındakı məsafənin kvadratı. K birinci yük Q0, üçüncü yük 3 Q0 bölünsün. Arasındakı məsafə neçədir? 1 ilə 3 arasında 1 dama, 2 dama, 3 dama. Yəni 3'ün kvadratı. Bu bizə verir K 3Q kvadratı bölünsün 9. İxtisar gedəcək qalacaq. K Q0 kvadratı bölünsün 3. K Q0 kvadratın 60'a bərabər olduğunu dedik. 60'ı böləcəm 3'ə olacaq 20 millinewton. Hər iki sualın cavabı 20 millinewtondur. Növbəti sualımız 8-ci sual. Koordinat başlanğıcında yerləşən nöqtə və Q0 yükünün A nöqtəsinin yaratdığı elektron sahənin intensiv modulu 52 volt bölünsün metrdir. Bu yükün B nöqtəsinin yaratdığı elektron sahənin intensiv modulunu hesablayın deyir. İntensivliyin qiyməti düsturu Y bərabərdir K modulda Q bölünsün R'in kvadratı. Yoldaşlar, burada R'ni tapsaq, R bərabərdir yükdən A nöqtəsinə qədər olan məsafə. Yəni bu. Düzbucaqlı üçbucaq kimi baxsaq, aşağı tərəfi 1'dir, yuxarı tərəfi 2'dir. Fiqora getsək, kök altı 1'in kvadratı plus 2'nin kvadratı. Bu bizə verir kökdə 5. RB-ni tapsaq, fərqli rəqəmdən işarə edeyim. 0 yükdən B-yə qədər. Aşağı tərəf, bu tərəf 3'dür, yuxarı tərəf 2'dir. Yəni fiqora getsək, RB bərabərdir 3'ün kvadratı plus 2'nin kvadratı. Bu bizə verir kökdə 13. YA bölünsün YB yazsaq, intensivlik məsafədən tərs kvartikasıdır. Yəni bunun tərsi olacaq RB bölünsün RA. Balaca ilə işarələdim, elə balaca ilə davam edeyim. RB bölünsün RA. Və nə edirəm? Kvadrata qaldıram. Kvadratı. RB 13'dür. Yəni modulda mütəzədə kökdə 13 bölünsün kökdə 5'in kvadratı. Yəni 13 bölünsün 5. Kvadrat olduğu üçün köklər getdi. İndi bizə deyəcək YB-ni tap, B-ni tap. YB-ni tapsa, deməli YA bölünsün YB 5'də 13'dürsə, YB-ni tapsam YB bərabər olacaq 5 vurulsun YA çarpaz vururuq. Bölürük nəyə? 13'ə. YA-nın qiymətini bizə verib 52. Olacaq 5 vur 52 böl 13. 52 13'ə böləcəyik 4. 4 vurulur 5'ə 20. Deməli, B nöqtəsinin yaratdığı intensiv modulu 20'yə bərabərdir. 9. Yenə eyni tipi sualdır. 9'da baxsaq, eyni düstur. Məsafələrə baxsaq bu dəfə, A nöqtəsinin yaratdığı intensivliyin qiyməti, yəni məsafəsi bir tərəfi 1'dir, digər tərəfi 2'dir. Yenə yazırıq. RA bərabərdir. Bir tərəfi 1, digər tərəfi 2. Fiqorla getsək, olur kökdə 5. RB-ni tapsaq, yükdən B-yə qədər olan məsafə budur. Aşağı tərəf 3'dür, yuxarı tərəf 2'dir. Olacaq
Kök altı 3'ün kvadratı plus 2'nin kvadratı. Bu da bizə verəcək kök altı 9 plus 4 kökdə 13. Eyni qiymətlərdir yenə. Bu zaman e, YA böl YB yenə yazırıq. RB bölərək tərsi və kvadrata qaldırırıq. Bayaqki qaydamızla. Y bərabərdir K2 bölünsün R kvadratı düsturu ilə. Onda RB olacaq kökdə 13 bölünsün kökdə 5'in kvadratı. Yəni 13 bölünsün 5. Sadəcə burada qiymətlər fərqlənib. Buradan A-nı tapsaq, YA bölünsün YB deməli 5'də 13'dür. Y-nı tapsaq, Y bərabər olacaq 13YB bölünsün 5. Yəni 13 vurulsun. B neçə verib bizə? 25 verib. 13'ü 25'ə vuracağım, böləcəm 5'ə. 25 bölünsün 5, 5'dir. 13'ü vuracağım 5'ə. Cavab neçə gələcək? 65 volt bölünsün metr. Və sonuncu sualımıza keçirik. Vakuumda nöqtəvi yüklərdən eyni məsafədə yerləşən A nöqtəsində köbür yükün yaratdığı elektrik sahəsi intensiv modulu Y1 bərabər Y-dir. Bu nöqtədə hər bir elektrik yükün yaratdığı elektrik sahəsi intensivinin istiqamətini şəkildə göstərməklə və modulunu hesablamaqla yükün elektrik sahəsi intensivinin istiqamətini çəkin və modulunu hesablayın deyir. 10. Y1'i tapsaq, Y1 bərabərdir K. Yükü nədir? Q. Məsafələr eynidir. R-in kvadratı. A nöqtəsinə qədər olan məsafələr eynidir. Bu bizə verib Y. Y2'ni tapsaq, Y2 bərabərdir K. 3'ü nədir? 4Q. 4Q. Arasındakı məsafənin kvadratı. R kvadrat. Əgər K2 böl R kvadratı Y-dirsə, K 4Q böl R kvadratı olacaq 4Y. Y3'ü tapsaq, Y3 bərabərdir K. Yəni moduldadır düsturda. Onda modulda müsbət çıxır. 2Q böl R-in kvadratı. Bu da bizə verəcək 2Y. Bir dənə Q-da Y, 4 dənə Q-da 4Y, 2 dənə Q-da 2Y. Qiymətlər bunlar. Yüklərə görə qiymətlər fərqləndir və modulda olduğu üçün burada mənfi işarəsi nəzərə alınmadı. Mənfidən müsbət çıxdı. İndi istiqamətlərə baxsaq, 2 yükü müsbət olduğu üçün müsbətdən xətt çıxacaq və A nöqtəsində sağa gedəcək. Deməli, Y2 sağadır. Müsbət yükdən çıxır, sağa doğru gedir. Birin yaratdığı intensivliyin istiqamətinə baxsaq, bir də müsbət yükdə yenə müsbətdən çıxacaq və A nöqtəsindən aşağı düşəcək. Deməli, Y1 aşağıdır. 3 yükünün intensivliyinin istiqamətindən baxsaq, A nöqtəsindən mənfiyə daxil olacaq. Çünki mənfi yükdə müsbət yükdən çıxır, xətlər mənfi yükə daxil olur. A nöqtəsində deməli mənfiyə daxil olacaq. Deməli, Y3 də aşağıdır. Ayrıca bir qrafda çəksəm, Y2 sağadır, Y1 aşağıdır, Y3 də yenə aşağıdır. Eyni istiqamətdə intensivlər toplanır. Yəni, Y1 ilə Y3 ikisi də eyni istiqamət olduğu üçün yeşil intensiv toplanacaq. Olacaq Y1 plus Y3. Y1'i bizə verib Y, Y3 bizə 2Y. Deməli, aşağı doğru intensivlik ümumi 3Y'dir. Deməli, sağa doğru Y2 4Y'dir, aşağı doğru intensivlik 3Y'dir. Y1 ilə Y3'ü topladım. Aşağı doğru 3Y'dir, sağa doğru da intensivlik 4Y'dir. Y2 4Y'dir. Biri 4Y, digəri 3Y'dir və arasında qalan bizə 90 dərəcə olduğu Pifagora gedirik. 3-4 onsuz Pifagor ədədlərdir. 3Y'nin kvadratı plus 4Y'nin kvadratı. Yəni 5Y. Deməli, yeşil intensivliyin qiyməti 5Y'dir. İstiqamətdən baxsaq, biri sağa, digəri aşağı düşürsə, onda yeşil intensivlik ortadan çıxan xəttdir. Yəni, bu istiqamətdə gedəcək. Qiyməti 5Y'dir, istiqaməti də belədir. Yəni, burada şəkil üzərində göstərsə istiqaməti fərqli bir rəngdən, yeşil intensivliyin istiqaməti 5Y olacaq və belə yönələcək. Ayrı-ayrılıqda da şəkillərini çəkdim. İzahımız bu qədər yoldaşlar. Növbəti izahlarda görüşənədək özünüzdən müqəyyət olun.